cəmaat arasında, xalq arasında ki deyirlər səfər ayı ağır aydır. Ayın ağırlığı bu ayın sonlarında sonuncu Peyğəmbər salawatullahla nəvəsi İmam Həsənin və İmam Rızanın şəhadəti baxımından ağırdır. Yəni ümmətin əsl o yetim qaldığı, sahibsiz, başsız qaldığı gün bu günlərdir. Çünki Peyğəmbər salavatullah Əmirül Müminin Əli ibn Əbi Talibə ki buyurardı: Ənə və Əliyyün əbəvə hâzihil ümmə. Mən və Əli bu ümmətin atalarıyıq. Yəni onlar bizim mənəvi atalarımızdır. Dində öndərimizdir. Şəriət sahibləridir. Bu şəriətin sahibi Peyğəmbər salavatullahdır. Məhz onun şəhadəti ilə bağlı və nəvəsi, iki nəvəsinin 2-ci və 8-ci imamımızın şəhadəti ilə bu aya nə deyirlər? Ağır ay. Yəni birdən soruşsalar ki, səfər ayı niyə ağır aydır? Yəni bunun qısaca izahı budur ki, məsələn, adam bir doğmasın bir gündə itirəndə, bir ayda itirəndə necə deyir? Məsələn, o gün mənim həyatımın unudulmaz bir günüdür. Məsələn, ata-anan adam heç vaxtı öldüyü günü yaddan çıxartmaz ki. Biraz cavan olanda hardasa nədəsə unuda bilərsən, amma biraz yaşlananda özün ki yaşlanırsan, ata-ananı onda daha çox dərk edirsən. Özün ata və ana adını şərəf və ləyaqətlə daşıyanda, o əziyyəti görəndə onda onları daha çox hiss edirsən.